Salam, hər vaxtınız xeyir. Dəyərli 9-cu sinif şagirdləri, bir daha xoş gördük. Biraz öncə qrammatika suallarını izah edib kanalımızda yerləşdirmişik. Oradan izahlara baxa bilərsiniz. Və mətn də bundan ibarətdir. Ekranı saxlayıb oxuya bilərsiniz. Oxumamısınızsa suallara dərhal keçək. Və deyir ki, 37-ci sualda birinci mətnin sualıdır bu. Hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Pisə sahib olmaqdansa yaxşını görmək. Burada pisdən, yaxşıdan danışmadığına görə bunu atacağıq. Çalışmaq həyat, düşünmək isə işıqdır. Burada düşünməyin yaxşı bir şey olduğunu heç görmürük biz. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqlar. Burada da heç lovğa insan yox idi, belə bir şey də yoxdur. Təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Necə ki burada hikmət onun haqqında tədbir görmüş olur. 4-ü götürə bilərsiniz. Cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Bəli, cəsarət budur. Çünki qorxuya baxmayaraq hikmət özünü təhlükəyə atır. Və cavab olacaq C variantı. Növbəti sualımıza baxırıq, 38-ci suala. Və bir də yazın görək necə yazmısınız. Ümumilikdə sonda, yekunda yoxlayandan sonra yazın görək şərh bölümündə neçə düzünüz var. Mətndə əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Əvvəlində işarə qoyulmuş ifadələrə baxsaq, özündən çıxmaq ifadəsidir və bir də acığı tutmaq ifadəsidir. İkisi də frazoloji birləşmədir. Daha doğrusu özünü itirmiş, bir də acığı tutdusa. Özünü itirmiş məcazi mənadadır. Deməli, məcazi mənada çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Baxın, bu üçbucağa aid fikirdir, bu fikirdir. Doğrudur. Deməli, bu həqqi mənada deyil, onu çıxacaq. Məcazi mənada özündən çıxmaq. Özündən çıxmaq hisslənmək deməkdir, amma özünü itirmək o demək deyil. Özünü itirmək çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Biri götürdük, sonra deməli digər kvadrat ifadəmiz hansıdır? Kvadrat ifadəmiz acığı tutdusa, acığı tutmaqdır. O da məcazi mənadadır, həqqi mənanı çıxırıq. Məcazi mənadadır, cin atına minmək ifadəsi ilə eyni mənadadır. Doğru fikirdir bu da. Və doğruları dediyinə görə 1 ilə 5-i götürəcəyik. 1-5 cavab da Y variantı. Bu arada bu bizim şagirdimizin testidir. Ailinin həm də qrammatikasının hamısı düz idi. Bundan qabaq izah eləmişəm və mətnlərinə baxaq görək sizlə birlikdə nə düzdür, nə səhvdir. Mətnə aid plan bəndi hesab edilə bilməz. Ananın yalvarışları mətndə var idi. Çünki ana övladı düşmüşdü quyuya. Ona görə də yalvarırdı. Balaca qızın çarəsizliyi də var idi. Təbii ki, çarəsiz şəkildə quyudaydı. Ağır yaralanan Lalə. Yəni, ağır yaralanmamışdı. Bu yanlışdır. Ona görə bu plan bəndi ola bilməz. Mənzərin xəcaləti bu əsərin, daha doğrusu mətnin sonunda görürük. Basır onu. Hikmətin tərəddüdü. Hikmət tərəddüd eləmədi axı. Hikmət tərəddüd eləmədi. Tərəddüd eləmədən quyuya atlanmağa razı oldu. Və nəticədə 3 və 5 mətnə aid edilə bilməz. Onlar yoxdur mətndə. Plan bəndi kimdə verilmək olmaz onları. Mətndə altından xətt çəkilmiş sözlər hansı cümlələrdə kontekstdəki mənalarında işlənmişdir? Altından xətt çəkilmiş cümlə. Deyir ki, mədəndə işləyən cavan, yəni çalışan bir odur. Bir də deyir, qızın qoltuqlarının altından bağladıqdan, yəni bağlamaq da burada həqqi mənadadır. İşləmək də, yəni çalışmaq mənasındadır. Baxırıq, yazıcı əsərdəki müsbət və mənfi sürətləri diqqətlə işləmişdir. Bu mənada işləmək deyil, burada çalışmaq mənasında işləmək olmalıdır. Tarlada qızmar günün altında işləyən, yəni çalışan əkinçilər, bunu götürə bilərik. 5 ildən çox davam edən müharibədən sonra tərəflər sülh bağladılar. Bu mənada, burada bağlamaq məcazi mənadadır. Orada həqiqətən iplə bağlayırdı. Başını qaldırıb saata baxdıqda 3-ə 15 dəqiqə işləyirdi. Burada iki işləmək çalışmaq mənasında deyil. O özü ilə gətirdiyi ipi qonur atın boynuna bağladı. Bax, burada ipi bağladı, həqiqi mənadadır. Deməli, mətndəki mənada bax bunlardır. 2 və 5. Əvvəldə rəqəm yazılmış hansı cümlələr mətndən çıxarırsa məzmuna xələl gəlməz. Baxırıq bura. Əgər biz biri çıxarsaq, düşünün ki, bax deyir, balaca hikmət, bir budur. Balaca hikmət köhnə bir quyunun yanında adamların toplaşdığını görüb dedi. Ana, gəl gedək görək orada nə olub. Burada toplaşdığını falan bilmərdik. Birbaşa dediyi söz o da düz gəlməzdi mətndə. Yəni bu cümləni çıxarsaq, rəqəm yazmışıq, bir şey almaz. Biri çıxara bilmərik qəti.
Ona görə bir variantları olanları yoxsa bu sual deyildi o. Səhv getdim deyəsən. Hə, buradadır sual. Bir variant olanları çıxırsınız. Baxın, bu üçünü çıxırsınız. Cavab indi ya 2, 3, 5 ya 2, 4 olacaq. Baxaq. Və gəlin onda elə birbaşa 5-ə də baxaq. Görək orada 5-də 2, 3, 5, 2, 4. Hə, 3, 5-ə də baxaq. İkinciyə baxırıq. Nəysə elə ardıcıl baxaq. Xoşbəxtlikdən quyu dərin deyil. Bu cümləni çıxarsaq bir şey dəyişməz. Təsəvvür edin ki, çıxarmışıq, oxuyuruq. O ətrafda gedən söhbətdən başa düşdü ki, yaxınlıqda oynayan 5 yaşındakı qız büdrəyib quyuya yıxılıb. Çıxarmışıq bunu, düşünək ki, divarların darlığı və quyunun içində olan su uşağın bərk əzilməyə qoymayıb. Deməli, heç bir şey dəyişmir. Deməli, 2-ni çıxarda bilərik. Cavabımızın biri 2-dir. 3-ə baxaq görək. Mədəndə işləyən cavan bir fəhlə quyuya kəndir salladı, quyuya baxa-baxa dedi. İndi bu dedi sözünü deməyib. Sonra birbaşa bunu desək necə olar səncə? Yəni, düzgün gəlməz axı. Bax, deyirik, uşağı bərk əzilməyə qoymayıb. Hanı onda güc ki, kəndiri belinə bağlaya bilsin? Görürsünüz, düz gəlməz. Dedi sözü gərək burada ola. Ona görə 3-ü götürə bilmərik. 4-ə baxırıq. Mənzərin acığı tutsa da bir söz demədi. Bunu çıxarda bilərik. Mən quyuya düşürəm. Hikmətin belinə kəndir bağlayıb quyuya sallar. Yəni, bu cümləni buradan çıxarsaq bir şey dəyişməz. Cavab elə 2-4 olacaq. 5-də mənzər deyir tutulmuşdu. Ondan sonra deyir ki, bilmirdi ki, adamların təşəkkürünə necə cavab versin. Bu tutulmuşdunu çıxarsaq, hamı onlara yaxınlaşıb razılıq edirdi. Bunu çıxarsaq, mənzər tutulmuşdu. Bilmirdi ki, adamların təşəkkürünə necə cavab versin. Kimdən söhbət gəldiyini bilmək olmaz. Ona görə də cavab olacaq elə 2, 4 və elə ailənin yazdığı cavabdır, D variantıdır. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyənləşdirin. Söhbət doğru fikirdən gedir. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. Doğru fikirdir, elə də olur. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur. Onun qərarını dəstəkləyir. Belə bir şey yoxdur, onun razı deyildi quyuya düşməsinə. Hikmət cəsarəti və balaca qızı xilas etməsi İnsanlar tərəfindən rəğbətlə qarşılanır. Bəli, sonda rəğbətlə qarşılanır bu. Mənzər adamların minnətdarlıq dolu sözlərlə pərt olur. Təbii ki, bu da doğru fikirdir. Hikmət deməli, Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir. Axı, çıxdı. Deməli, C variantıdır, doğru fikirlər. Baxırıq, doğrudan doğrunun, yanlışdan yanlışı seçməliyik. Deməli, uyğun fikirləri müəyyənləşdirin. Mənzər hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Hikmət təklif eləyir, bu doğru fikirdir. Sonra Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Belə bir şey yoxdur. Mənzər sövq etmir, Mənzər düşməsinə razı olmur. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti Mənzəri qəzəbləndirir. Haradaydı bu? Qoy baxaq görək, Mənzəri qəzəbləndirirmi? Xeyr, elə bir şey də görmürük. Mənzər qəzəblənmir ona görə. Ona görə bu yanlışdır. 4-ə baxaq. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə mane olurdu. Bəli, düşə bilmirdi. O doğru fikirdir. Biz doğrudan doğrunu, yanlışdan yanlışı götürəcəyik. Cavab da D variantı. 44-cü suala baxaq. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəbini müəyyən edin. Doğru səbəbini müəyyən edirik. Lalənin, burada indi baxaq, nəticələrə baxaq. Mənzərin qəzəblənməsi. Mənzər niyə qəzəbləndirirdi? Çünki oğlu Hikmət quyuya düşmək istəyirdi. Bax, 3-ü götürəcəyik. Laləni xilas etmək üçün quyuya düşmək istəyirdi. Sonra Lalənin anasının Mənzərə təşəkkür etməsinin səbəbi nə idi? Çünki Hikmət quyuya düşərkən qorxmayan, qoçaq bir oğul böyütmüşdü. Düşməkdən qorxmayan, daha doğrusu, düşməkdən qorxmayan qoçaq bir oğul böyütmüşdü. Ona görə təşəkkür edirdi. Ən sonunda, bax, bu hissədə mətndə var. Bax, buradaydı deyəsən, hə? Yox, burada. Bu hissədə var. Hə, ona görə cavab oya 3-4 olacaq A variantı. 45-ci sualda mətndə təbliğ olunan xüsusiyyət deyilmiş. Təbliğ olunan xüsusiyyət. Bax, o xüsusiyyətə nə yaza bilərsiniz? Təbliğ olunur, məsələn, Hikmətin cəsurluq, qorxmazlıq, sonra yardımsevərlik. Bax, bunları yaza bilərsiniz. Qorxmazlıq,
yardımsevərlik, cəsarət, hətta humanizm və s. Bunları yazıb da elə hikmətlə əlaqələndirməyiniz lazım idi. Hikmət məsələn qorxmazlıq edir və yaxud da yardımsevər olduğu üçün çalışır quyudan qızı çıxarsın, ona kömək əlini uzadır və yaxud da humanizm insanlara qarşı laqeyd deyil, ətrafdakı insanlardan fərqli olaraq və s. Bax 45-ci sualı belə yazmalısınız. Bu gördüyünüz xüsusiyyətləri yazmalıyız orada. Sonra deyir elə hərəkət et ki, sonda utanmayasan. Bunu Hikmətin anası adı nə idi qadının? Mənzərlə əlaqələndirəsiniz. Mənzər görürsünüz ki, elə hərəkət eləyir ki, yəni oğlunu quyuya salmaq istəmir, amma sonda da bundan utanır. Bax görürsünüz bu hissədə. Deyir onu tər basmışdı. Deməli, mənzərlə əlaqələndirirsiniz bunu. Yazırsınız ki, Mənzər oğlunun quyuya düşməsinə razı değildi, amma sonda oğlunun elədiyi cəsarətli hərəkətə görə ona edilən təşəkkür onu deməli utandırır. Bax, bunu yaza bilərsiniz məsələn. Sonraki mətnimiz budur. Bu mətni oxuya bilərsiniz. Bax, mətn budur. Bir də yarısı bu hissədədir. Ekranı saxlayın, oxuyun. Buradır. 47-ci suala baxaq. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstə görə mənasını. Çərçivə daxilində verilmiş söz vandalizmdir. Görürsünüz burada vandalizm. Vandalizm də nə deməkdir? Mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi. Bax budur. Y variantı. Mətnə əsasən doğru fikirləri müəyyən edin deyir. Deməli, yuxarı Gövhər Ağa məscidinin interyeri məhv edilmişdir. Təbii ki, düşmən tərəfindən məhv edilmişdir. Budur. 1-ci Qarabağ müharibəsindən bir çox memarlıq abidələri erməni vandallarından xilas oldu. Yox. Erməni vandalları işğal elədi. 2-ci Qarabağ müharibəsində xilas oldu. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılma tarixi haqqında məlumat almaq olar. Bəli, şəhərin məsələn orada əsas abidələrinin haqqında müəyyən məlumatlar ola bilər burada. Amma burada da 4-də deyir ki, Şuşa qalasının divar rəsmləri şair rəssam Mir Möhsüm Nəvab tərəfindən işlənib. Burada da Şuşa qalası deyil. Bax, fikir versəz, deyir məscidin divar rəsmləri Şuşa şəhərində yaşayıb yaratmış rəssam Mir Möhsüm Nəvab tərəfindən işlənilib. Deməli, Şuşa qala. Burada da cavabda da Şuşa qalasını deyir. Ona görə qala deyil də orada məscid idi. Səhv fikirdir. Deməli, 1-3 götürürsünüz. Y variantı. Nömrələnmiş hansı cümlədəki fikri özündən əvvəl səbəbi verilmişdir? Baxırıq burada. Burada deməli biz 4-cü cavabı götürəcəyik. Məsələn, əgər 1 götürəniz varsa görürsünüz. Bax, burada bizimki də 1-i götürüb tarixlərə baxmayıb. Məsələn, 1768-1769-cu illərdə məscid yenidən inşa edilmişdi. Amma bir də 19-cu əsrin birinci yarısında inşa edilmişdi. Bundan qabaqki bu məscidin davamsızlığı məsələsi 19-cu əsrdə inşasının səbəbi deyil. Elə həmin illərdə görürsünüz, burada yenidən məscid tikilmişdi. Ona görə bundan qabaqki cümlə bu 19-cu əsrdə birinci yarısında Gövhər Ağanın maddi dəstəyi ilə inşa edilməsi, yəni səbəbi davamsızlıq deyil. O çünki 1768-69-cu ildə yenidən tikilib ona görə, o davamsızlığa görə. Bu sonradan tikilmədi. Burada biz götürəcəyik, bax 4-ü. Yuxarı Gövhər Ağa məscidi də erməni vandalizmdən zərər çəkmişdi. Bundan qabaqki cümlədə deyir ki, niyə zərər çəkmişdi? Səbəb nə idi sizcə? Deməli, burada deyir 1-ci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra. Deməli, Şuşa işğal olunmuşdu ona görə. Səbəb burada verilib ki, və erməni vandalların niyə deməli, erməni deyir, nə deyir burada? Yuxarı Gövhər Ağa məscidi də erməni vandalizmdən zərər çəkmişdi. Səbəbi Qarabağın işğal olunması. 4-ü götürməliyik, bunu götürəcəyik. Venn diaqramına əsasən uyğunluğu müəyyənləşdirin. Pənahəli xanı verib, Gövhər Ağanı verib. Qamışdan məscid tikdirən Pənahəli idi. İlk 1750-ci ildə bax görürsünüz, burada qamışdan tikdirmişdim. Bunu yazırıq elə bura, düz yazılıb. Sonra B-də Şuşa qalasının qurucusudur. Şuşa qalasının qurucusu Pənahəli xan idi. Burada görürsünüz, Şuşa qalasının banisi deyil Pənahəli xan. Ona görə bunu da bura yazacağıq. Sonra C-də deyir ki, şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Bunun ikisi də elətdirir. Ona görə bu ortaq cəhətdir. 2 mərtəbəli qoşa minarəli bina tikdirən 2 mərtəbəli Gövhər Ağa idi. Bunu D-ni bura yazacağıq. Və tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdur. O da Pənahəli xanın tikdirdiyi minarə çoxdan sökülüb, yenində bərpa edilmişdi. Amma burada deməli Gövhər Ağanın tikdirdiyi minarədir ki, o ən son minarələrdən biri idi, 4-cü idi və
ona da zərər vurulmuşdu. Y variantını seçəcəyik və cavab B variantı olacaq. Üzərində rəqəm yazılmış sözlər əsasən cədvəldəki doğru fikri müəyyənləşdirin. Həqqi mənadadır. Baxaq görək. Bax bu hissədə fikir verin. Bax dağıtmaq. Dağıtmaq sözünü görürsünüz. Deyir ki, əksər abidələrimizi erməni işğalçıları dağıtdı. Düzdürmü? Burada görək nə mənada işlənib. Dağıtmaq sözünü məcazi götürüb. Ona görə bu həqqi mənadadır. Burada görürsünüz məcazini işarələyib. Yanlışdır. Burada verilməli idi. Gediş sözünə nə verib? Baxaq. Deməli, noyabrın 8-də 2-ci Qarabağ müharibəsinin gedişi, yəni davamı zamanı. Burada gediş məcazi mənadadır. Düz işarələyib. Bir də gəlişin istər aşiq, heç istəməz gedişin. Gəlişini istər aşiq, heç istəməz gedişini. Gediş burada həqqi mənadadır. Deməli, digər mənada da düzgün işlədilib. Yəni, məcazi mənanı seçilib, həqqi mənada işlədilib. İkini götürəcəyik. Əsarət sözünə baxaq. Əsarət sözü necə işlədilib? Deyir ki, oradakı tarixi memarlıq abidələrimiz erməni əsarətindən qurtuldu. Əsarət işğalından. Bunu məcazi seçdiyinə görə səhvdir. Əsarət həqqi mənadadır. Və deyir ki, qəlbim gözlərinin əsarətindedir. Bu məcazi mənada işlənib. Bir dənə bu işarəni bura qoymalı idi. Həqqi mənanı. Qabağındakı nümunəni əslində düz işlədiblər. Məcazi mənada işlədiblər. 4-də inci sözünə baxaq. İncilər deyir ki, memarlığının incilərindəndir. İnci sözü həqqi mənada mirvari deməkdir. Yəni, belə deyək. Burada məcazi, memarlığın incisi, yəni ən yaxşısı deməkdir. Məcazi mənada düz işarə qoyublar və həqqi mənada işlətməlidir. İnci elə parıldayırdı ki, deməli, burada da mirvari mənasında işlədib. Deməli, bu da düzdür. Bağışlamaq sözünü burada işlədib. Baxırıq, burada bu hissədə baxırıq. Deyir, dövlət başçısı Məkkədən gətirilmiş Quran-ı Kərimi məscidə bağışladı. Yəni, hədiyyə etdi. Doğrudur, həqqi mənadadır. Həkim xəstəyə yeni həyat bağışlamışdı. Burada məcazi mənadadır. Deməli, bunu da götürürük. Cavab 2, 4, 5. Sonraki sualımıza baxaq. Mətnin plan ardıcılığını müəyyən edin. Məscidin inşası ən birinci götürəcəyik. Biri. Sonra sonuncu məscidin memarı götürəcəyik. Ondan sonra götürəcəyik işğalın ağır nəticələri 3. Çünki sonuncu məscid 4-cü məscid idi. O tikiləndən sonra artıq işğaldan danışır. İşğal da bundan sonradır. 4-dən sonra 3. Sonra düşməndən qurtuluş. İşğaldan sonraki qurtuluşu seçirik və təntənəli açılış prezidentin iştirakı orada ən son. Deməli, asan bir sualdır. B variantıdır. Hansı nümunə ilə mətnin giriş və əsas hissələri arasında əlaqə yaratmaq mümkündür? Deməli, giriş hissəni görürük. Bax, bu hissədir. Buradır. Və buradan sonra, bu hissədən sonra nəyi qoya bilərik ora? Böyle düz yazılıb burada. Məscid Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Məsələn, Yuxarı Gövhərağa buranı oxuyuruq. Yuxarı Gövhərağa məscidi və ya Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Ən gözəli budur. Digər variantlar uyğun gəlmir. Mən oxumuşam deyə siz də oxuya bilərsiniz. Deməli, baxırıq bura 54-cü suala baxaq. Mətn və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur. 2021-ci ildə Gövhərağa məscidi yenidən tikildi. Tikildi yox, bərpa edildi. Bu yanlışdır. Yuxarı Gövhərağa məscidinin divarları rəsmlə bəzədilmişdi. Bunu görmüşük mətndə. Bu doğru fikirdir. Özdə Mir Möhsüm Nəvvab tərəfindən işlənilib. Özdə olar. Yanlışa baxırıq. Kərbəlayı Səfixan Qarabağı Gövhərağanın maddi vəsaiti əsasında tikilən 3-cü Cümə məscidinin memarı olub. Bu yanlışdır. Burada 4-cü Cümə məscidini deyir. Deyir, Gövhərağanın maddi vəsaiti əsasında 3-cü məscidin yenidən yerində 4-cü, yəni sonuncu məscid inşa edilmişdir. O da burada da yazıb ki, məscid 2 mərtəbəli və qoşa minarələrə malik binadır. Məscidin divarlarından birində Şuşa şəhərinin əsasının qoyulması tarixi qeyd edilmişdir. Məscidin müəllifi məşhur memar Kərbəlayı Səfixan Qarabağıdır. Deməli, 4-cü, sonuncu olanın. Deməli, burada bu yanlışdır. Bağışlayın. Bu 3-cü Cümə məscidin memarıdır. Yanlışdır. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənah xanın tikdiyi məscidin yerində yeni məscid tikilmişdir. Bu doğrudur.
Yəni yeni məscid tikdirmişdi İbrahim xan. Burada bax bu hissədə görürsüz. Pənah xan bu hissədə tikdirir, sonra da İbrahim xan gəlir və ondan sonra tikdirir. Və cavab doğrudan doğru 2, yanlışdan yanlış 3 olacaq. Ailənimiz birini də burada yandırıb. Deməli və bu suallara baxaq. Mətnə əsasən cədvəli doldurun. Buradan bizdən nə istəyib? Orada sualda belə olub ki, sual bizdə yoxdur. Deyib Pənahəli xan problem hesab edir. Pənahəli xan problem hesab edirdi. Bax belə bir şey olub təxminən. Baxın, mən yazmağa biraz yer çatmır. Buradan gəlin yazaq elə. 1. Pənahəli xan problem hesab edir. Bura yazırsınız məscidin olmaması. Həmin vaxt məscid yox idi. Problemin həlli də nə edir? Qamışdan məscid tikdirir. Həllinə də həlli. Qamışdan məscid tikdirir və s. Sonra ikinciyə də yazıbmış orada. İbrahim Xəlil problem hesab edir. İbrahim Xəlil problem hesab edir. Deməli, qamışdan olan məscidin davamsızlığını, bunu yazırsınız. Qamışdan olan məscidin davamsızlığı, davamsızlıq yazıram. Həlli, yenisini tikmək. Yenisini tikir. Və s. Bax, bu şəkildə yaza bilərsiniz. Yenisini tikməyə başlayır. Belə, sonraki 56-cı sonuncu sualda mətnə əsasən əvvəlində işarə qoyulmuş sözlərlə bağlı cədvəli tamamlayın. Əvvəlində işarə qoyulmuş sözlər bir görürük burada, baxaq. Deməli, bir burada yararsız sözüdür, yararsız. Yararsız sözünə nə yazmalısınız? Davamsız hala, nə bilim, dözümsüz, yəni işə yaramayan. Məsələn, yararsız yaza bilərsiniz, dağılmış hala düşmüş. Yararsız, əhəmiyyətsiz hala düşmüş. Bax, bu kimi sözlərini yaza bilərsiniz. İkinci sözdə burada deməli işarə qoyulmuş söz rəşadətli sözüdür. Rəşadətliyə də yaza bilərsiniz igid, qoçaq və s. İgid ordumuz yaza bilərsiniz. Döyüşkən ordumuz yaza bilərsiniz və s. Bu şəkildə uşaqlar çalışdıq ki, bir balaca sizə məlumat verək bu suallar haqqında, mətn suallar haqqında. Uğurlar hər kəsə.